Salam, yeni dərsi 7-ci sinif 1-ci mövzumuz olan biologiya nəyi öyrənir? Burada öyrəndiklərinizi tətbiq edin hissəsini təhlil etməyə çalışacağım. Öyrəndiklərinizi yoxlayın. Birincidə nə deyir? Anton van Leeuwenhoek, Matthias Schleiden, Theodor Schwann və Mendelin biologiya elminin inkişafında verdikləri töhfələr nələrdir? Anton van Leeuwenhoek köhnə dərslikləri əsasən ilk bir hüceyrəliləri, canlı bir hüceyrəliləri tətbiq etmişdir. Ancaq yeni dərsliyə əsasən cəmi bir cümlə yazır. Yazır ki, dövrünün ən müasir və ilk təkmil mikroskopunu icad etmişdir. Matthias Schleiden bitkilərin ən kiçik quruluş vahidinin hüceyrə olduğunu qeyd etmişdir. Theodor Schwann isə heyvanların ən kiçik quruluş vahidinin hüceyrə olduğunu qeyd etmişdir. Schleiden deməli bitkiləri, Theodor Schwann isə heyvanları. Mendel isə irsiyyat haqqında təsəvvürlərin inkişafında mühüm rol oynamış, genetika elminin əsasını qoymuşdur. Hətta Gregor Mendelə genetikanın atası da deyilir. Bu birinci sualımızın cavabı. Sonra ikinci, elmi problemlərin həllində tətbiq olunan elmi metodun ən mühüm addımları aşağıdakı sxemdə göstərilmişdir. Bu ardıcıllığın düzgün olması üçün rəqəmlərdən hansı ikisinin yeri dəyişdirilməlidir? Birinci növbədə problem müəyyən edilir. İkinci növbədə müşahidələr aparılır. Bu problem üçün deməli müşahidələr aparılır. Üçüncü olaraq fərziyyələr irəli sürülür, suallar verilir, fərziyyələr irəli sürülür. Deməli 4 burada olmalıydı. Fərziyyələrin sonra yoxlanılması üçün təcrübələr aparılmalıdır. Təcrübəni də bura yazırıq. Beşincidə isə nəticə çıxartmalıydıq. Nəticə çıxarılmalıdır. Deməli 3 ilə 4-ün yeri səhv yazılıb. Buradakı cədvəldə də gördüyümüz kimi birinci müşahidə aparır. Sonra müşahidələr əsasında suallar verilir. Sualları cavablandırmaq üçün fərziyyələr irəli sürürük. Fərziyyələr əsasında təxminlər irəli sürülürük. Bunları sırasını əzbər bilmək lazımdır. Deməli, birinci müşahidə oldu, sonra sual oldu, sonra fərziyyə, sonra təxmin, sonra fərziyyəni yoxlamaq üçün təcrübə, təcrübədən sonra nəticələr fərziyyəni təsdiq edirmi? Əgər edirsə, təcrübənin nəticəsinə dair hesabat hazırlayıb, elmi və populyar məqalə nəşr edirik. Əgər ki, nəticələr fərziyyəni təsdiq etmirsə, yenidən geriyə qayıdıb, sualları cavablandırmaq üçün digər fərziyyələr irəli sürürük. Başqa bir fərziyyələr irəli sürürük. Deməli, burada da doğru olaraq 3 ilə 4-ün yeri səhv yazılmışdır. 4 bura yazılmalıdır, 3 bura ki, sıra düz olsun. Üçüncü sualımıza baxaq.